Çox sağ olun Qədir müəllim. İndi isə söz musiqinindir. Bir musiqi növbəsi dinləyək. Ata, ana. Hər dəfə bu sözləri tələffüz edəndə sonsuz qürur duyurur. Qəlbimiz fərəhdən genişlənir. Bu sözlər sadə bir söz olsa da, məna tutumları çox zəngindir. Bu sözlərlə yer üzündə ən mehriban, ən böyük və əzəmətli varlıq olan valideynlərimizə xitab edirik. Böyük şairlərimiz valideynlərin şərəfinə çoxlu şeirlər yazıblar, mahnılar bəstələnir. Həyatda qazandığımız bütün uğurlara görə onlara borcluyuz. Valideyn borcu. Çıxış edib 11-ci sinif şagirdi Cəfərova Xeyrənisə. Əziz tədbir iştirakçılarım, ilk öncə sevgili müəllimlərimi, əziz qonaqlarımızı, məzunları və istəkli birincilərini salamlayıram. Mən öz növbəmdə öz sinif yoldaşlarıma bu müstəqil həyatda uğurlar arzulayıram. Bu mərkədə 11 oxuyan şagirdi 11 illik həyatında yeganə gündür ki, həm sevinclə, həm də kədərlə qarşılanır. Bu 11 il ərzində bizimlə əziyyət çəkən
bizi məktəbə hazırlayan, hər bir ehtiyaclarımızı qarşılayan valideynlərimiz olmuşdur. Biz onların borclarından heç vaxt çıxa bilmərik. Azərbaycan ailəsində valideynə hörmət, məhəbbət və qayğı qədim köklərə bağlıdır. Ulu babalarımız valideynlərə hörmət və qayğı göstərməyən övladı cəmiyyətdə nə hörmət, nə də nüfuz qazanmayacağını söyləmişlər. Başqadır ola da bilməz. Valideynin qədrini bilməyən övlad nə vətəninin, nə torpağının, nə də qohumlarının qədrini biləcək. Yolsuz gecələr keçirmiş, bizim hər bir qarnımızı çəkən anamız olmuşdur. Ana övlad üçün göstərdiyi fədakarlığı müəyyən bir qiymətlə mülk etmək deyildir. Və Peyğəmbərimiz Məhəmməd Peyğəmbər demişdir ki, cənnət anaların ayaqları altındadır. Ata evin başçısı dayağıdır. Ata ailənin gələcək bəlalardan qoruyur. Və bizim də məktəbdə valideynlərimiz müəllimlərimizdir. Biz onların borclarını heç vaxt çıxa bilmərik. Özümlə daxil olmaqla əzəm bilimdə sizə arzum budur ki, artıq alıb ali məktəbə daxil olasınız. Amin. Birincilər, sizə arzum budur ki, oxuyub niyyətinizə layiqli bir övlad, layiqli bir şagird, vətənizə və valideynlərinizə layiqli bir övlad olasınız. Mənə yazıb oxumağı öyrədən Elmaz müəllimə və direktorumuz Rəhim müəllimə öz sağlığımı bildirirəm. 5-ci sinifdən 9-cu sinifə qədər sinif rəhbərimiz olan Azad müəllimə təşəkkürümü bildirirəm. 2-ci sinif rəhbərimiz olan Qədir müəllimə öz sağlığımı deyirəm. O qarşısında baş əyirəm. Və sonunda çıxışımı valideyn haqqında yazılmış şeylə bitirmək istəyirəm. Sənin 3 atan var, buyurum imam. Bu adi söz deyil, bəsləsən inam. Önündə baş əy, ver ona salam. Atadır insanı göyə qaldıran, müəllimdir insanı boya çatdıran. Birinci atamız vasitəçidir, ikinci atamız tərbiyəçidir, üçüncü atamız himayəçidir. Atadır insanı boya çatdıran, müəllimdir insanı göyə qaldıran. Biri sual etdi yenə imamdan, xeyri hansıdır bu üç atadan? Elimin qapısı buyurdu bu an, müəllimdir insanı göyə qaldıran. Bil odur ən xeyirli insan. Sağ olun. Söz yerə bilicilərindir. Birinci sinif şagirdləri Ümmətova Gülnar, Ağayeva Şəbnəm, Xəlilova Dinarə. Mən hamını salamlayıram. Biz birinci sinifi bitirdik. Sinif yoldaşlarımı təbrik edirəm. Onlara gələcəkdə uğurlar arzulayıram. 11-cilərə həyatda uğurlu yol arzulayıram. Sevimli müəllimlərimə can sağlığı arzulayıram. Və çox sağ olun deyirik. Əziz valideynlər, sizə də çox sağ olun deyirik. Bizi buya başa çatdırırsınız. Gözəl ana, can ana, əziz mehriban ana, böyüdükcə bizi səndən düşər saçlarına. Qəhrəmanlar anası, sevimli, əziz qadın, bizim ana vətənlə qoşa çəkilir adı. Anamın özü kimi, ana dili müqəddəs, damarımızda qandır, ciyərimizdə nəfəs. Odur ən çətin anda, köməyimizə yetər. Ana dili yoxdursa, nə ana var, nə vətən. Hörmətli müəllim, hər gönüldə yerim var, həqiqətdə hər şəhərdə sənin meyvələrin var. Əkdiyin ağacları büyüdükcə sonra dünyada sənin kimi var.
gələcək. Bəzənmişəm otağı, hər yan gözəl tərtəmiz. Tutur üstə salınıb, yaraşıqlı süfrəmiz. Ağ güldanın içinə çiçək düzümdən bəri. Anam işdən gələcək, anam yorulmuş indi. İşləyib bir səhərdə, qoy dincini alsın o. Böyük qızım axırından, hazır gözlü süfrəni. Sevinəcək, güləcək, anam işdən gələcək. Yollar işıqlı olsun, günəşlərə batmasın. Böyümək eşqi ilə uşaqlıqda mən boyumu ölçərdim gündə 10 kərə. Çox vaxt gileylənib kiçikliyimdən ipdə ilə baxardım böyüklərə. Dəyişir insanda məhəbbət, həvəs, illər də ömürdən gedir boş yerə. Bugün böyüklərə deyil, nədən bəs, ipdə ilə baxıram mən kiçiklərə. Deyin, hara belə tələsirsiniz, sizsiniz ömrümün yelkəni illər. Mən sizi qovardım uşaqlığımdan, indi qovursunuz siz məni illər. Arzular, çıxış edir 11-ci sinif şagirdi Rəcəbova Aynurə. Hörmətli tədbir iştirakçıları, əziz müəllimlər, hamısını salamlayıram. Bugün bizim müstəqil həyatda qədəm qoyuruq. Gün münasibətdə sinif yoldaşlarımı təbrik edirəm. Arzularına çalsınlar, harada olduğumuzdan asıl olmayarak birbirimizi heç vaxt unutmayaq. Sevgili vericiler, sizə arzum budur ki, bizim nail olmadıqlarımızı nail Biz artıq məktəbə gedə bilmərik, daha bir şagird ola bilmərik. Amma məktəb özü bir həyatdır. Bizim bir məktəb həyatımız artıq sona çatdı. Amma məktəb çünki o əvvəlcə öyrənir, sonrası imtihan edir. Məktəb həyatında hər kəsə xoş anlar arzulayıram. İbtidai sinif müəllimimlə Eyvaz müəllim və 11 il dərs verdim bütün müəllimlərə öz təşəkkürümü bildirəm. Zəhmətlərini halal eləsinlər və çıxışımı bir qan şeylə bitirmək istəyirəm. Arzum budur uşaq həyat, daima gülsünüzə. Can sağlığı, saadət, əsr olsun hər hansı. Çox sağ olun. Siz də sağ olun. Yenə 1-ci sinif şagirdləri Rəcəbov Fuad, Əliyevə Lamiyə. Çok mehribandır anam, mən də sözə baxaram. Gələm gəl deyəndə, getmə desə getmirəm. Bunu hamı bilir ki, anamı incitmirəm. Seçsə də hər qarağımı, bu asda tək bir qəm. Axırda heç zaman anamı incitmirəm. Hüseyin abi. Sevir uşaqları, Heydər baba, Heydər baba. Andırırdı baharı, Heydər baba, Heydər baba. Heydər baba, Heydər baba. Yer düzündə ne oldu? Bize devlet kurdu. Heydər baba, Heydər baba. Amelleri ışıklı, yukarı yarışıklı. Heydər baba, Heydər baba. Bugünkü tədbirimizdə 11-cilərin və 1-cilərin valideynləri iştirak edir. Onların da ürəkləri doludur. Söz Rəfiyevə Qumru, Qurbanov Agil, Şahfələngil Muğdad. Dəvət edirəm valideynləri bura. Buyurun. Tədbir iştirakçılarına hamı salamlayıram. Əziz 11-cilər, sizə gələcəkdə uğurlar arzu edirəm. Sevimli birincilər, sizin də dərslərinizdə müvəffəqiyyətlər arzu edirəm. Sözüm müəllimlərədir. Əziz müəllimlər, sizin qarşınızda baş əyirəm, hər birinizin əlindən öpürəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Çünki uşaqlarımızın tərbiyəsində siz də bizimlə birlikdə həmişə çalışmışsınız. Sizə minnətdarlığımı bildirirəm. Sağ olun. Çox sağ olun dəvətinizə görə. Ömrün ən gözəl çağları olan məktəb illəridir. Məktəb illəri yadda qalan xatirələr də çoxdur.
Birincilərə arzu edirəm ki, gözəl oxusunlar, bu gözəl imkandan istifadə eləsinlər, gözəl müəllimlərimizdən yaxşı mənada istifadə eləsinlər, gözəl təhsil alsınlar. 11-cilərə də bu gələcək həyatda xoşbəxtlik arzu edirəm. Qoy bütün xidmət zamanı sevinsinlər, valideynləri sevindirsinlər. Hökumanda ilgili əsgərlik eləsin, xidmət eləsin. Hakim də xidmət eləyir, mühəndis də xidmət eləyir, müəllim də xidmət eləyir. Ümumiyyətlə, bütün xalqın xidmətində sizə gözəl, uğurlu günlər arzulayıram. Sizi bu ərsəyə gətirib çıxardan 11 il ərzin, 11 il az ömür deyil. Bu müddətdə sizinlə əziyyət çəkən bütün müəllim kollektivinə öz təşəkkürümü bildirirəm, minnətdaram. Bizimlə də əziyyət çəkiblər, vaxt gəlib uşaqlarımızla əziyyət çəkirlər. Bu gözəl yolda sizə uğurlar arzulayıram. Çox sağ olun. Bütün tədbir işçilərini, bütün müəllim kollektivini bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Sizə uğurlar arzulayıram, əziz 11-cilər. Çox sağ olun. Çox sağ olun. Mən də öz növbəmdə bura yığışan əziz şagirdlər və hörmətli qonaqları salamlayıram. Bunlara özünü bir can sağlıq tədbir münasibəti təbrik edirəm və hörmətli müəllimlər, bizə də gələcək işlərinizdə uğurlar, yeni nailiyyətlər arzu edirəm. Əziz 11-cilər, sizə də 11 il müddətində 11 addım atmışsınız, artıq 11 addımdan sonra müstəqil həyata qədəm qoyursunuz. Bu müstəqil həyatda sizə uzun ömür, can sağlığı, sevimli birincilər isə sizə də gələcək dərslərinizdə müvəffəqiyyətlər, məktəbinizdə əla qiymətlərlə bitirməyi arzu edərdim. Biz də bu 11-ci sinif sıralarında, 1-ci sinif və 11-ci sinif sıralarında olmuşuq. Bu həyəcanı biz də keçirmişik. Burada ilk müəllimim olan, əlimdən tutub mənə ana sözünü öyrədən Elxan müəllim təəssüflər olsun ki, burada yoxdur. Ona da uzun ömür, can sağlığı arzu edirəm və o imtihanda bütün müəllimlərimə müəllim qarşısında çıxış eləmək biraz çətindir, həyəcanları bir insan. Ona görə də hər kəslə, hər kəsi bu tədbir münasibəti ilə təbrik edirəm. Uzun ömür, can sağlığı. Çox sağ olun. Burada bəzi valideynlər var. Bugün onlar üçün 2 qat bayramdır. Həm 1-ci sinif şagirdi, həm də 11-ci sinif var uşaq məktəbi qutarır. Həmən valideynləri bura dəvət edirəm. Aybəniz xanım və Səadət xanım. Buyurun. Əziz hörmətli müəllimlər, çox sağ olun. Birincilərə uğurlar, 11-cilərə yaxşı yol. Mən də müəllimlərimə təşəkkürümü bildirirəm. 11-cilərə isə elm yollarında uğurlar, birincilərə isə bilik, təhsil arzulayıram. Sağ olun. Musiqi